Bakı-Tbilisi qatarı fəaliyyətə başlayandan sonra mətbuatda, sosial mediada Bakıdan Türkiyəyə də sərnişin qatarının açılacağı ilə bağlı məlumatlar paylaşılır. Son günlər Bakı-Tbilisi-Qars dəmir yolunun açılacağı, yəni rəsmən açılacağı ilə bağlı məlumatlardan sonra bu ehtimallar daha da möhkəmlənir və ondan sonra mətbuat, sosial media Bakıdan İstanbula sərnişin qatarının da açılacağı barədə məlumatlar paylaşılır. Amma gəlin görək nə dərəcədə ehtimallar özünü doğrulda bilər. Əslində, düzdür, Bakı-Tbilisi-Qars dəmir yolu xətti iyun ayının 2-sində deməli, Gürcüstanda rəsmi açılış mərasimi olacaq. 2017-ci ildən Bakı-Tbilisi-Qars dəmir yolu fəaliyyət göstərir, test rejimində fəaliyyət göstərir. Bu dəmir yolu əsasən yük daşıma üçün nəzərdə tutulur və orta dəhliz layihəsinin bir hissəsidir. Burada deməli, Çindən və Mərkəzi Asiyadan gələn yüklərin Xəzər dənizi və dəmir yolu vasitəsilə region ölkələri vasitəsilə Türkiyə və Avropaya daşınmasını nəzərdə tutulur. Dediyim kimi, Bakı-Tbilisi-Qars işləyirdi indiyənə kimi, amma iyun ayının 2-sində rəsmən Gürcüstanda rəsmən açılış mərasimi keçiriləcək. Burada Azərbaycandan, Gürcüstandan və Türkiyədən rəsmi şəxslər iştirak edəcək. 826-827 kilometrlik bu dəmir yolu xəttinin rəsmi açılışı olacaq. Bunun illik deməli yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona kimi artırılıb, böyük potensiala malikdir. Amma bu xətt üzrə sərnişin daşıma nə dərəcədə rentabellidir, sərfəlidir, həmi dövlət qurumları tərəfindən, eyni zamanda da sərnişinlər tərəfindən. Yeri gəlmişkən deyim ki, heç Gürcüstanla Türkiyə arasında da qatarla sərnişin daşıma yoxdur. Bakıdan İstanbula sərnişin daşımaya gəlincə hazırda dediyimiz kimi deməli çəkdiyimiz dəmir yolu xətti Qarsa kimidir və Qarsdan da İstanbula dəmir yolu xətti yoxdur. Hələlik yalnız məlumatlara görə Qars-Ankara ekspres və turistik qatar fəaliyyəti göstərir. Bunun da təxmini deməli gedişi 30 saata başa gəlir. Ankara və Ankaradan İstanbula. Beləliklə Bakıdan İstanbula qatarla səyahət imkanı ehtimalları çox azdır. Bəli, Bakıdan İstanbula sərnişin qatarlarının daşınması üçün mənim bildiyimə görə vaqonlar da, qatarlar da alınıb, Azərbaycan dəmir yolları və yaxud sifariş verib, İsveçrənin Stadler şirkəti tərəfindən müqavilə saziş imzalanıb. Bu, onun bəndlərindən birində də var bu. Amma bu gələcək üçün nəzərdə tutula bilər, görünür gələcək üçün nəzərdə tutulub və hazırda birbaşa Bakıdan İstanbula sərnişin daşıma bildiyim qədər mümkün deyil və yaxın gələcəkdə mümkün olmayacaq. Amma bir şey var ki, buradan seyr edə gəzməyi sevənlər üçün ola bilsin ki, bu Bakıdan İstanbula qatarla səyahət etməyi xoşlayanlar üçün bəlkə sərf eləyə. Amma qiymət baxımından mən deməli ehtimal etmirəm ki, heç də təyyarə biletindən aşağı olacaq. Mən ehtimallarım odur ki, Bakı-İstanbul sərnişin qatarı açılarsa, bu təyyarə biletindən də yüksək olacaq bu qiymətlər. Çünki uzaq bir məsafədir, həm də bunun üçün infrastruktur yaradılmalıdır və bunun üçün lazım olan texniki təchizat, təhlükəsizlik, gömrük və digər prosedurlar da həyata keçirilməlidir. Beləliklə, yekunlaşdırsaq, hələlik Bakıdan Türkiyəyə, yəni Azərbaycandan Türkiyəyə sərnişin daşınmanın hələlik yaxın gələcək üçün ehtimal etmirəm. Uzaq bir plan üçün ola bilər. Eyni zamanda dediyim kimi də bunun bilet qiymətləri hətta təyyarə biletindən də yüksək ola bilər.